Çox hörmətli və dəyərli VIP maçları izləyicilərimiz. Bu üçün bir dənə belə bir qəşəng yer çəkirəm. Evimizdə düzdür, çoxdan yaşayış olmayıb, biraz dağınıqlıqdır. Amma evimizin tikintisinə, yerləşmə yerinə, həyətinə söz ola bilməz. Evimiz ümumi 8 sotun içindədir. Bir mərtəbə üstü mansarlıdır. Şəxsi tikili evdir. Həyətində gördüyünüz kimi, bax, müxtəlif dekorativ ağaclardır. Güllərdir, bəzək gülləridir. Sonra o tərəfdə meyvə ağaclarıdır. Gördüyünüz kimi, dəqiqliyi göstərəcəm. Evimizin yerləşmə yeri 293 nömrəli məktəbin yaxınlığındadır. Marşrut xəttindən cəmi 50-60 metrə arası var. Evin deməli, gördüyünüz bu hissəsi belə bir naveslə bağlıdır. Rahat bura 3-4 maşın yerləşər. Həyətində ayrıca sanitar qovşağıdır, kladovkasıdır. İndi isə keçək həyətin o biri başını göstərim sizə bütün ağaclarını. Burada gördüyünüz kimi belə bütün güllərdir, dekorativ ağaclardır. Bu hissədə gördüyünüz kimi meyvə ağaclarıdır. Həyətin axırına qədər belə bir maraqlı evdir. Evimizdə çoxdan təşərrüdlü ki, yaşayış yoxdur, yəni həyət baxımsızdır. Hələ ev də özü də bir balaca əşyalar var evin içində. Onlar da ev sahibinin götürüləcək yəni. Tam bomboş veriləcək bu ev. Bu evimizin koridor olan hissəsidir. Buradan deməli üzbözdə belə bir qonaq otağıdır. Yenə təşəkkür ki, bu qarışıqlıqdır, bir balaca burada. Bunlar ev sahibi çıxartacaq buradan. Bura qonaq otağıdır, gördüyünüz kimi. Belə bir qonaq otağıdır. Aboyu da var, kombi sistemi de var. Radiatorlarına qədər hazırdır. Bura bir yataq otağıdır. Bura evimizin belə bir mətbəxidir. Gördüyünüz kimi mətbəxidir. Burada isə belə bir yataq otağıdır. Burada isə belə bir hamam otağı və sanitar qovşaq bir yerdə, sanuzeldir. İndi isə keçək sizə evimizin ikinci mərtəbəsi, yəni mansar olan hissəsini göstəreyim. Evimizin yəni yerləşmə yerinə söz ola bilməz, havasına söz ola bilməz. Qalxaq mansarda. Həyəti ümumi buradan çəkəcəm sizin üçün. Qiymət də əla qiymətdir. Həyətinə görə, yerinə görə super qiymətdir. Yəni, görünüş bu həyətin tamamını göstərdim sizə. Keçək evə mansarına. Deməli, mansardır. Gördüyüm ki, açıq mansardır. Burada da belə bir sanitar qovşaq mövcuddur. Mansarda aid. Gördüyüm bütövlükdə taxta iləndir. Dam hissəsi belə bir geniş mansardır. Mansardda da ayrılmış kiçik belə bir otaq kimi nəzərdə tutulmuş yeri mövcuddur. Gördüyünüz kimi bu gördüyünüz bütün əşyalar çıxarılacaq buradan. Sonda evimizin qiymətinə gəldikdə bu evimizin qiyməti 106.500 manat deyilir. Real alıcıya endirim olacaq inşallah. Sənəd isə kupçadır, çıxarış, xüsusi mülkiyyət. Əlaqə nömrələrimiz aşağıda və videonun alt hissəsində qeyd eləmişik. Bu və digər evlərlə tanış olmaq istəsəniz səhifəmizi keçirib baxa bilərsiniz. Yəni, kupçalı evlərimiz çoxdur. Bizi izləməyi unutmayın əziz izləyicilərimiz. Sağ olun.